11-ci sinif buraxılış imtahanına təxminən 6-7 gün qaldı və bu 6-7 gün içində bir sual bizi şübhəyə düşürür. Dincələk yoxsa oxuyaq? Bu biraz maraqlı bir sualdır, qəliz bir sualdır. Bugünkü videoda son bir həftə qalmış necə dincəlməliyik, necə oxumalıyıq, bunu müzakirə edəcəyik. Mən necə dincəlirəm, mən necə oxuyuram, son bir həftə üçün strategiyam nədir? Bugünkü videoda onu müzakirə edəcəyik. Əminəm sən də bu videodan müəyyən qədər şeylər öyrənə biləcəksən. Kanalıma xoş gəldin. İlk öncə deyərdim ki, istirahətə üstünlük ver. Hər nə qədər də deyə bilərsən ki, son bir həftə qalıb ciddi çalışmaq lazımdır. Başa düşürəm. Ancaq indiyə qədər nə çalışmısansa osan. Yəni durub da son bir həftədə 20-30 ballıq bir nəticə artırmaq üçün çalışmaq həm mental olaraq, həm də fiziki olaraq səni çox yoracaq. Yəni dediyim kimi, indiyə qədər nə çalışmısansa sənə bəs eləyəcəkdir. İndi sadəcə edə biləcəklərin nələrdən ibarət olar? Yüngülvari təkrar edə bilərsən, müəyyən qədər test işləyə bilərsən, gündə 3-4 saat aralığında çalışa bilərsən. Əlbəttə bu sənə qalmış bir şeydir. Sadəcə sənə görə deyirəm, imtahan boyunca yorğun olub heç bir şey yazmamaqdansa gümrah olasan və imtahanı düzgün şəkildə yazasan. Öyrənmənin də əsas bir hissəsi sən dərs oxuyarkən yox, istirahət zamanı, düzgün istirahət zamanı, düzgün yuxu zamanı olur. Ona görə arada sırada istirahətə üstünlük vermək lazımdır deyə düşünürəm. Hazır blok müəllimləri də əminəm ki, ara verib. Yəni arada sırada özünə bir istirahət ayırmalısan. Yuxuyu düzəltmək. Yuxu hər nə qədər sənə qaçış kimi görsənsə də, yuxu sənin bədənin ehtiyacı olan bir şeydir. Yuxu biolojik bir şeydir, hər kəsin ehtiyacı olan bir şeydir. Sən gün boyu 4-5 saat yuxu ilə yaşamağa çalışsan, istər-istəməz əsəbilik, diqqət dağınıqlığı, fokusunu toparlamamaq kimi problemlərlə rastlaşacaqsan. Ona görə gün ərzində çalış 6-7 saat yatasan. Düzdür, 4-5 saat yatırsan, bu sadəcə egonu tətmin etməkdən başqa bir şeyə yaramır. Yəni ona buna sadəcə 4-5 saat yatdım, 3-4 saat yatdım deməkdən kifayətlənəcək bir şeydir. Qısa vadədə özünü daha çox səmərəli hiss edə bilərsən ki, məsələn 4-5 saat yatmışam, deməli mən çox oxuyuram, çox çalışıram. Amma unutma ki, sən 4-5 gün sonra nələrlə rastlaşacağını bilmirsən, bir çöküş dönəmi səni gözləyir. Ona görə dediyim kimi, indiyə qədər yatmamısan eybi yoxdur, amma bundan sonra çalış ki, yuxu sistemində düzəldəsən. Mən də bunun üstündə biraz düşündüm, biraz araşdırmalar apardım. Hər nə qədər mənim yuxu sistemim də bu aralar biraz dağılsa da, yuxuya önəm verən bir insan olsam da, son zamanlarda yuxu sistemim dağılsa da araşdırmalara baxdım və heç deyilsə gün ərzində 6-7 saat yatmağa çalışıram və günorta zamanında məsələn vaxtım olsa yarım saat, 1 saat kimi yuxulara da üstünlük verib çalışmalarıma qaldığım yerdən davam edəcəm. Yəni bunu unutma, yuxuya da üstünlük verməyini istəyirəm. Arada sırada qısa yuxular yata bilərsən və gecə boyunca normal bir yuxu yat. Yuxu yatma qaydasına gəlirsək, yuxu yatmamışdan öncə 1-2 saat öncə telefonu söndürürsən, çünki mavi işıq sənin bütün yuxu sistemini dağıdır. Bir də REM yuxu fazasını tərtəmiz yatmalısan ki, yuxular görəsən. Yuxu sənin sanki beynindəki zibilləri təmizləmək funksiyası yerinə yetirir. Yəni gün ərzində öyrəndiyi lazımsız məlumatlar orada təmizlənir, lazımsız məlumatlar isə daxili yaddaşına keçir. Ona görə düzgün şəkildə yatmalısan. İstirahətdən danışdıq, gəlin biraz oxuma planından danışaq. Nə etmək olar? İmtahana kimi bax, sırf ağlında hansı yer ilişibsə, hansı yerdən çətinlik çəkdiyini mən bilmirəm, sən özün yaxşı bilirsənsə, onu açıb oxumaqdır. Keçən videolarda da bunu vurğulamışdım. Məsəl üçün, tutaq ki, riyaziyyatı yaxşı bilirsən, ancaq bilirsən ki, məsəl üçün, üçbucaqlar mövzusunda müəyyən qədər zəifliyin var. Aç onun izahını YouTube'dan bax və ya hazırlığa gedirsənsə, hər gün hazırlığa gedirsənsə, müəlliminə de ki, sənə riyaziyyat fənnindən izah versin. Və ya riyaziyyatdan aç, qarşına üçbucaqlara aid sınaq, qəbul, yoxlama və ya bənzəri bir şey işləyib məşğul ol və ya qaydasını oxu, heç bir fərq etməz. Mən YouTube'dan baxmağa daha üstünlük verərdim. Nə üçün? Çünki canlı bir izah var və günün sonunda sən canlı izahdan bir şey öyrənə bilirsən. İzaha baxaraq da öyrənə bilərsən, çox gözəl bir şeydir. Yəni sırf zəif olduğun yerlərə fokuslan, bildiyin şeylərin üstündə çox vaxt itirmə, onsuz da bildiyini bilirsən, bildiyini yazacaqsan, bilmədiyindən bal qazanmağa çalış. Məsəl üçün, son günlərdə məsəl üçün, hansı mövzularda çətinlik çəksənsə, hansı mövzular məsələn ilin əvvəli oxumusan, amma indi yadından çıxıbsa, onları sürətli bir şəkildə təkrar et ki, məsəl üçün, imtahanda 250 bal yığacaqsansa, bir suala görə 255, 260, 265, bəlkə də 270 bal yığa biləsən. Yəni bu da dəyişən bir şeydir. Bu təkrarlar, bu sırf bilmədiyin yerlərə fokuslanmaq sənə kömək edəcək. Çünki bildiyini zaten bilirsən, gedib onun balını tam şəkildə ala biləcəksən.
Ancaq bilmədiyini də həll et. Və deyə bilərsən ki, məsələn, mən bilmədiyim mövzuları bitirdim. Çox gözəl. Bildiyin yerlərdə təkrar gedərək özünü təkmilləşdirə bilərsən. Bu da əminəm ki, hər vaxtın qalsa edilə biləcək şeylər siyahısında gələr. Son zamanlarda OTK sınavlar oldu. Bəziləri çətin oldu, bəziləri asan oldu. Bəzilərimiz bu sınavlar nəticəsində sarsıldı, bəlkə də özgüvənləri yıxıldı. Əgər özgüvənin yıxılıbsa, buraxılışdan özündən nəticə gözləmirsənsə ki, normalda 250, 260, bəlkə də 300 gözləyəcək bir şagirdsənsə, sənə məsləhətim bu olardı. Get və keçən ilki və ondan əvvəlki illərin buraxılış sınaqlarına və buraxılış imtahanlarına yaxşı-yaxşı bir bax. Sual formatları səni rahatladacaq. O sualları işlə, oradakı səhvlərlə nəticə çıxar və görəcəksən ki, həqiqətən də ki, oradakı suallarla sınavlar arasında kifayət qədər fərq var. Hətta oradakı sualları işləyəndə öz-özünə görəcəksən və deyəcəksən ki, həqiqətən də suallar bu qədər asan idi deyə düşünmürdüm. Ona görə dediyim kimi, əgər belə bir problemin varsa, məsəl üçün özgüvənin qırılıbsa buraxılışla əlaqədar olaraq heç oxumaq modunda deyilsənsə, bu da mən edirdim. Ged və keçən illərin qəbullarına, sınaqlarına, imtahanlarına bax ki, özünü psixolojik olaraq və mental olaraq rahatlata biləsən. Bəli, imtahanımıza təxminən 6-7 gün qaldı. Çox güman gələn həftədən birinci gün olan video biraz gecikəcək. Çünki buraxılışdan sonra gəlib bir tövsiyə deyil də bir söhbət tərzi bir video çəkəcəm. Buraxılışla bağlı bir video çəkəcəm. WhatsApp kanalımız da var. Abituriyentlər üçün, gənclər üçün, özünü inkişaf etdirmək istəyənlər üçün bir WhatsApp kanalımız da var. Linkini açıqlamaya qoyacağam, oradan qatıla bilərsən. Əminəm bir həftə sonra bu videoyu, bəlkə də bir həftə sonra qabağına çıxacaq, bəlkə sabah, bəlkə bir gün qabağına çıxacaq. Sadəcə deməyim odur, bu imtahan hər şeyi həll etmir. Bu imtahan sənin taleyin deyil. Ancaq ömründə bir dəfə olan bir şeydir. Ən yaxşı şəkildə dəyərləndirməyə çalış. Əlindən gəldiyini et. Etsən də bizdənsən, etməsən də bizdənsən. İzlədiyin üçün sənə təşəkkür edirəm. Sağ ol. Salamat qal. Çalışmağa davam.